Okey, bir daha salam dostlar. YouTube canlını indi açırıq, başlayırıq biz. İlk növbədə biz Spring AI-yə baxacağıq. Yəni bu ola bilər bir neçə dənə video olsun, çünki biraz geniş mövzudur. Spring AI-ı adətən insanlar artıq istifadə etməyə başlayıblar, amma ki bunu istifadə etməmişdən əvvəl biraz araşdırmaq lazımdır, öyrənmək lazımdır. Sonra başlamaq lazımdır ki, kod yazasınız. Əks halda avtomatik nəsə hardansa tapşırıq gəlib və ya işləyik və yaxud da özümüz nəsə generasiya eləmək istəyirik. Burada özümüz avtomatik gedib ChatGPT-dən nəsə soruşub sürətli şəkildə etməyimiz doğru olmazdı. Çünki bu zaman biz müəyyən şeyləri qaçırmış oluruq. Ona görə mən qərara gəldim ki, ümumi olaraq bir Spring AI haqqında danışaq, o Spring-də necə tətbiq olunur ona baxaq. Burada nələr var, nələr yox, onlara baxaq. Bundan sonra rahatlıqla, yəni Spring AI-də istifadə edək. Adətən görmüsünüzsə, bəlkə də YouTube-da falan buna aid videolara baxmısınız. AI istifadə edəndə OpenAI-in və yaxud da Gemini-dir, Google-un Gemini-dir. Oradan pul verib token based istifadə edirlər, yəni subscribe olurlar, pul verirlər və həmin API-ləri istifadə edirlər. O da token, onlar da token qarşılığında bizə yəni servis verirlər. Yəni pul qarşılığında daha doğrusu. Pulda, yəni tokenlərə əsasən hesablanır. Token də yəni AI-ın başa düşəcəyi bir dildir. Yəni biz sözlərlə başa danışırıqsa, AI də tokenlər vasitəsilə danışır. Nəsə o haqqda gələcəkdə ətraflı danışarıq. İndi gəlin ümumiyyətlə koda keçək və burada baxaq. Mən artıq bir dənə reponu yaratmışam. Yəni burada qeyri-adi bir şey yoxdur. Liblərə baxsaq Java 21-dir. 25-ə də keçirə bilərik əslində. Çünki 25 artıq var və onu istifadə etməyimiz lazımdır. Həmçinin niyə görə? Çünki orada bəzi optimizasiyalar var, həm də yeni feature-lər var. Düzdür, biz bu layihədə istifadə bilmirəm, bəlkə də edəcək, bəlkə də etməyəcək, amma ki həmişə up-to-date qalmaq lazımdır. Buradan da 25 edək. Java 25, apply, OK. Aha, Java 25 elədik. Normalda Spring 4.0 çıxıb, biz onu istifadə eləməyəcəyik. Çünki AI dəstəkləmir nədənsə. Buradan məsələn, yeni layihəni yaradanda, məsələn Spring Boot, məsələn burada 25 seçirəm, Next eləyirəm. Baxın, burada 4 olanda, məsələn OpenAI yazıram. Görürsünüz, bunlar deaktivdir. Yəni 3.5-dən aşağı versiyalar, 3.5-dən yuxarı 4-dən aşağı versiyalar dəstəkləyir Spring AI-ı. Ona görə mən burada Spring 5.8 istifadə eləmişəm. Gələcəkdə bəlkə də bu videoya bir neçə aydan sonra da baxan olacaq. Orada avtomatik Spring-in ən son versiyası 4-də, yəni aktivləşmiş olacaq. Siz orada artıq 4-ü seçə bilərsiniz. Burada mən OpenAI-ı seçmişəm lib olaraq. Düzdür, AI libləri çoxdur. Gəlin bir dənə ona da baxaq biz. New project, next eləyək. Məsələn, mən burada 3.5.9-u seçirəm, hətta 9-da çıxıb. Spring AI, baxın, AI-yə baxanda burada DeepSeek var, EvenLabs var, Google Gemini var. Yəni çoxdur da, bütün bunlar hamısı AI-yə inteqrasiya eləmək üçün liblərimizdir. Və mən də burada OpenAI seçmişəm. Ona görə burada artıq OpenAI görsənir. Və burada bizə Lombok lazımdır bəzən setellər yazmaq üçün və Spring Web seçmişəm ki, REST API-miz olacaq. Yəni bu formada balaca bir 3 dənə library-dir. Balaca deyil, amma ki azdır. Daha sonra gələk birinci, yəni biz nə edəcəyik? Biz gedib hər hansı bir OpenAI-ı və yaxud da Gemini-in API-ni call eləməyəcəyik. İlk növbədə biz AI-ı öz kompüterimizə yükləyəcəyik. Yəni LLM
ilə işləyir də. Large language model açılışı. LLM deyəcəm bundan sonra. LLM istifadə edəcəyik öz kompüterimizdə. Bunun əslində müsbət və mənfi cəhətləri var. LLM-i niyə istifadə edirik öz kompüterimizdə? Yəni müsbət cəhət odur ki, indi yəqin ki, işləyənlər də var, işləməyənlər də var. Yəni AI-yı öz şirkətimizdə və yaxud da işlədiyimiz şirkətimizdə tətbiq edəndə biz götürüb API-yi call eləsək, bütün datalarımız, məsələn, şəxsi datalarımız hamısı süni intellektin, yəni OpenAI-yə və yaxud da Gemini-yə gedəcək. Bunun üçün artıq biz nə etməliyik? OpenAI-ı öz kompüterimizdə qaldırmalıyıq. Yəni LLM-i öz kompüterimizdə, öz serverimizdə run eləməliyik və bizim artıq bütün sorğularımız öz kompüterimizə gedəcək, oradan gələcək. Yəni kənara çıxmayacaq. Bu bir müsbət cəhətdir. İkinci müsbət cəhəti odur ki, yəni biz hər sorğu üçün, hər token üçün pul veririk, pul ödəyirik, belə subscribe oluruq normalda. Amma ki, indi biz LLM-i öz kompüterimizdə yükləyəndə nə qədər istəsək sorğu yaza bilirik. Yəni burada heç bir pulu vermirik. Düzdür, burada bir mənfi tərəfi odur ki, normalda AI-yı LLM-i öz kompüterimizdə run edəndə bu səfər vaxtında gəldim. Əla. Təbriklər. Bu arada nəsə sualınız falan olsa, onların hamısını yazarsınız ki, müzakirə edə bilərik. Yəni burada təklifləriniz də falan da ola bilər. Mənim bilmədiyim mövzular da ola bilər. Onları da müzakirə edə bilərik. Okay, indi harda qalmışdıq? LLM-in mənfi cəhəti odur ki, yəni o bizim kompüterimizdə, serverimizdə işləyəndə, yəni resource tələb eləyir. GPU-lar lazımdır, CPU lazımdır, RAM lazımdır buna. Yəni resource lazımdır. Bunu da artıq nəzərə almaq lazımdır ki, yəni bunlar biz süni intellekt based bir layihə əgər istəyiriksə, təbii ki 100% bizim bir də serverimiz olmalıdır, GPU-muz olmalıdır. Okay. Ümumi nəzəriyyədən bu qədər. Gəlin indi mən sizə göstərim ki, AI-yi necə qaldırmışam. Bu AI-ın ümumiyyətlə qaldırmaq üçün LLM-i, yəni 2 dənə əsas yol var. Onlardan biri baxın Dockerdir. Docker yəqin bilirsiniz. Bilmirsinizsə də YouTube-da araşdırın. Yəni burada Dockerdə model bölməsi var. Burada artıq lokalda indi məndə ancaq bu görsənir. Məsələn, haba baxanda Docker haba. Baxın, bunlar hansı LLM-lərdir? Fərqli-fərqli. Məsələn, birini Google yazıb, birini Amazon yazıb, birini OpenAI yazıb, birini DeepSeek yazıb. Yəni fərqli-fərqli LLM-lərdir. Buradan yükləyə bilərsiniz. Bunların ölçülərinə baxsaz 3-4 GB olur. Yəni buna artıq sorğumuz bura gedəcək. İndi məsələn mən yükləmişəm hal-hazırda AI Gemma 3, bu Google-undur. 2 GB-lıq bir şeydir. Artıq burada avtomatik mən run eləmişəm. O məndə qalxıb. Və məndə run olur. Məsələn, mən bunu belə eləsəm. Hello. How are you? Bunu yazıram. Bu düşünür və mənə özü cavab verir. Bu artıq mənim kompüterim özündə run olur. Yəni harasa getmir də. ChatGPT kimi gedib arxada, yəni mənim datam heç yerə getmir. Görürsən, yəni cavab verdi belə. Artıq mənim öz kompüterimdə run olur. İndi biz gələk bunu Spring Boot-a inteqrasiya eləyək. Yəni bu artıq məlum məsələdir ki, bunu mən run eləyə bildim Dockerimdə və yaxud da bunu hətta terminalla da run eləmək olur. Burada məsələn terminalı açsam, terminalı başqa şeydə də aça bilərsiniz. Əgər burada aça bilməsəz, clear eləyək. Məsələn, burada Docker run, baxın, Docker modeli run eləyirəm. Run AI/Gemma 3. Bu əgər sizdə yoxdursa, bu birinci pull eləyəcək. Yəni bu 3 GB-lıq bir şey pull eləyəcək, belə vaxtınızı alacaq. Sonra belə programaya gələcək, mesaj yaz, məsələn hello, tell me a joke deyək. Joke dedi, deyir, why does the Scary, nə bilim, onu deyə bilmədim. Award kimsə niyə görə qazanır? Öz sahəsində outstandingdir. Nəysə belə bir şey. Yəni burada da run eləyə bilərsiniz öz terminalınızda bir şey. Bu formada.
Bunu mən indi close eləyirəm. Bir də məndə belə bir problem çıxmışdı. Spring Boot-da qoşulmurdu. Onu da göstərim sizə, bəlkə də sizdə çıxa bilər. Yəni mənim portumu tanımırdı. Ona görə mən belə bir komand yazdım ki, TCP 112.43.4-ə qoşulsun. Bunu yəni siz də basın 1-2 dəfə belə. Bu birinci dəfə eləyəndə nəsə mesaj çıxacaqsa, ikinci dəfə basanda belə olacaq. Bunu da eləyin ki, artıq yəni bu portu tanıya bilsin. Docker'dan bu qədər. İndi gələk Spring Boot'un özünə. Burada artıq Spring IO-da yaradanda avtomatik YAML-ı seçmək olur. Ayda ki, bunu IntelliJ gətirməyib. Gəlin bunu rename eləyək. YAML eləyək bunu. Properties-dən heç vaxt işləmirəm, əgər getdiyin şirkətdə default olaraq mədəniyyət belə deyilsə. YAML. Okay. Gəlin indi burada biz AI-yi necə quraşdıracağıq ona baxaq. İlk növbədə yazıram ki, Spring, yəni sonra AI. Spring AI-in altında OpenAI var. Bizdə yəni OpenAI idi. Əgər siz Ollama var, məsələn, Ollamanı yükləyib oradan başqa bir Ollamanın fərqli LLM-ləri var. Onları yükləsəz, məsələn, burada bizdə kitabxana OpenAI idi. Ona görə OpenAI gəlir. Burada məsələn, əgər Ollama olsaydı, Ollama belə bir şey yazardınız. İndi OpenAI idi bizdə. OpenAI yazdım. OpenAI-dan sonra normalda API key istəyir. API key biz vermirik. API key adətən online harasa qoşulanda orada lazım olur. Amma ki, burada API key məsələn nə istəsəz yaza bilərsiniz. Ignore yazdım mən. Ignore inco getdi. Ignore yazdım məsələn. Gəlin indi biz burada baxaq başqa nələr yazacağıq. Base URL yazacağıq bizdə. Burada base URL lazım olacaq. Bu özü Çin Intellect təklif elədi. Yəni bunu adətən production environment üçün yazarsınız. Burada ehtiyac qalmır. İndi Çin Intellect təklif elədi, qoy qalsın elə. Burada yazırıq HTTP localhost. Baxın biz bayaq mən sizə göstərdim burada terminalda. Bu portu yazaraq 1 2 4 3 4 1 2 4 3 4 bir də /engines yazırıq. Bu öz dokumentasiyasında var. OpenAI-ın bu sırf AI bizim modelimizin adı nə idi bir dənə sorry. Gemma üçün bu modelin yəni dokumentasiyasına baxsaz artıq görəcəksiniz ki, o bu portda qalxır və sonunda engines yazılır. Daha sonra gəlin chat optionsa biz öz modelimizi də qeyd eləyək ki, hansı modeldir. Gemma 3 AI/Gemma 3 belə. Yəni bu qədər, konfigurasiya bu qədərdir bizdə. İndi gəlin biz API yazmağa çalışaq, başlayaq daha doğrusu. Ümid edirəm burada qaranlıq heç nə qalmayıb. Nəsə sualınız olsa chatda yaza bilərsiniz, təklifiniz də olsa yaza bilərsiniz. Gəlin indi burada biz bir dənə config folderini yaradım. Bir dənə controller, bir dənə də servis yaradacağım hələ ki. Bir dənə də model yaradım. Ənənəvi, yəni bu bizim Spring entire arxitektura. İndi biz burada nə edirik? Gəlin ilk əvvəl bir dənə config-i düzəldək. Burada yazıram ki, AI məsələn config və burada Spring Boot'un configuration annotation'ını yazırıq. Və burada artıq biz bir AI config üçün bu chat client var da, chat client-ı tanıtmalıyıq burada, onun binini yaratmalıyıq. İndi ona bir dənə deep dive olacaq, hələ ki bunu mən yazım bin public
chat client var. Baxın bu chat client görürsünüz Spring AI chat client buradan gəlir, Spring AI-dən gəlir. Burada da yazaq chat client açmayacağıq. Chat client builder var. Chat client builder. Bir dəqiqə chat client. Belə yazaq, bundan sonra olmalıydı desən. Gəlməliydi, yox. Chat client builder, aha. Chat client builder yazaq. Nəysə builder yazsın, geçsin. Burada artıq bu formada hər şeyi yaza bilərik. Bu bizim binimizi yaradır. Əgər bu olmasa, yəni app ayağa qalxmayacaq, o chat client'i görə bilmir. Çünki biz chat client üzərində işləyəcəyik də indi. Yəni default olaraq yaratmaq lazımdır. Adətən bura hansı chat client'də onu da yazmaq olur, OpenAI-dir falan. Amma belə generik olanda daha yaxşı olur ki, biz 3-4 dənə AI qoşmaq istəsək, məsələn, həm OpenAI-in, həm də Google-un Gemini-ni qoşmaq istəyirik. Elə bu bəs eləyir məsələn bu formada bir generik olaraq. Okay. İndi gələk biz servisimizi yazaq. Məsələn, chat paketə gəldim. New chat service. Burada service yazaq. Bir də required argument constructor. Okay, yazıram burada private final chat client. Baxın chat client bayaq biz bin yaratmışdıq. Oradakı chat client'dir. Artıq auto-wire elədik bura. Auto-wire dediyim inject elədik bura. Spring'in dilindən danışsaq. Və indi gəlin bir dənə bu chat client'in metodunu çağıraq ki, biz yəni bura indi mesaj göndərəcəyik. Public string qaytaracaq hələ ki bizə cavabını. Gələcəkdə bu dəyişəcək. Chat mesaj yazaq və bəli, YouTube-da yerləşdirəcək video. Return chat client prompt. Baxın chat client'ın şeyi var burada, metodu. Prompt metodu. Bunu istifadə edəcəyik. Daha sonra bu promptun içindən mesajı göndərəcəyik, yəni bizim göndərəcəyimiz mesajı. Və burada düzdür, metodlar çoxdur, gələcəkdə bunlar haqqında danışacağıq. Hələ ki call eləyirəm, yəni sadəcə. Bir də content. Contenti götürür, qaytarır, content string qaytarır və stringi qaytarır belə. Chat client'i yaratdıq, indi gəlin kontrollərə keçək. Burada da ilk növbədə yazaq REST controller, required argument constructor, bir də request mapping. Belə. Okay, chat kimi belə yaxşıdır məncə, qoy qalsın belə. Və burada yazaq private final chat service. Baxa süni intellekt bizə təklif edir. Okay, super. Buna da chat yazaq, qalsın. API də hələ ki belə qalsın. RESTfulluğuna fikir verməyəcəm hələ ki. Chat bu formada mesaj göndəririk. Yəni burada anlaşılmayan bir şey yoxdur. Yəqin ki, sadəcə bu yəni libin özünün metodlarıdır. Mesajı bura göndəririk və bu işləməlidir. İndi gəlin bunu run eləməmişdən qabaq bir dənə mesaj yazılıb, ona baxım mən. Həmçinin deyir, biz startup layihəsi üzərində işləyirik. Rəsmdən daha oxumaq lazımdır. Məsələn, qaimənin rəqəmlərini götürməyi bunu LLM olar, yoxsa Python, TensorFlow istifadə etməliyəm. Sözün açığı LLM-lə eləmək olar. Yəni orada indi biz gələcəkdə şəkil, audio, yəni səsə keçəcəyik. Onlar üzərində necə işləyirik. Amma bilmirəm sizdə yəni hansı dərəcədə o lazımdır. Çünki sözün açığı Pythonda bilmirəm mən necə TensorFlow istifadə
yəni bunları istifadə eləməmişəm Python TensorFlow daha doğrusu tam olaraq deyə bilməyəcəm. Yəni siz datanı oxuyub yəqin onu bir strukturlaşmış bir formada oxumaq istəyirsiniz. Yəni düzdür, strukturlaşdırmaq olur. İndi biz onu zaten burada görəcəyik. Hansısa bir JSON formatında istəyirik datanı o formada qaytaracağıq. Yəni LLM üzərindən eləmək olar. Qısa olaraq belə. Amma tam yəni cavab verə bilməyəcəm buna, mən də bilmirəm. Okay, gəlin run eləyək app'i. Default olaraq port 8080-də qalacaq. Və bizim gələk Postman'a. Burada mən müəyyən qədər şeylər düzəltmişəm. Bizdə bu request mapping, Syntax-dən yazmışam, buna yaza bir dənə get mapping. Təzədən run edeyim mən bunu. Get mapping. Okay, new request. Localhost API yoxdur bizdə. Chat ask. Və biz burada request parameter kimi göndəririk. Səhv xatırlamıramsa Springdə bunu yazmadan avtomatik özü başa düşür ki, request parameterdir. Elə xatırlayıram. Baxaq, bu bizim parameterimiz, mesaj. Yazaq tell me about Spring Boot. Method not allowed çünki post metodudur. Təzədən göndərək. Okay, super. Görürsünüz, bizə cavabı qaytardı. Deyir, why did the Spring Boot application break up with the REST API? Because it said you are just too reactive. Ez aləmində cavab elədi. Yəni bu qədər sadə. Artıq biz yəni öz lokalımızda AI-yi qaldırıb istifadə etdik. Yəni kənar hansısa bir API-yə falan göndərmədik. Yəni qısa olaraq belədir istifadə eləmək. Düzdür, bunun arxasında çox şey var. Öyrəniləcək çox şeylər var. Bu yəni birinci hissə idi. İndi gəlin ikinci hissəyə baxaq. Məsələn biz daha bunu təkmilləşdirək. Nə edə bilərik? Ümumiyyətlə gəlin biraz mən bunun bir dənə slaydını düzəltmişdim. Ora baxaq. Bizdə yəni süni intellekti yazanlar biz indi mesaj göndərdik də hal-hazırda gördünüzsə tell me a joke deyə, yəni mənə zarafat elə deyə. İndi bizim bu kimi mesajın rolları var. Bunlar Spring Boot'da da, yəni libdə əlavə olunub və süni intellektin özündə də, yəni məsələn OpenAI-da da var. Bu ümumiyyətlə dil modellərindən danışmaq üçün bizə verilən bir yəni strukturdur ki, biz bu yəni LLM-ə mesaj göndərəndə ya baxın burada 4 dənə rol var. Ya istifadəçi kimi, ya sistem kimi, ya assistant kimi, ya da funksiya formatında mesajları göndərə bilərik. Burada indi rollar yazılıb. Bu düzdür, bəzi AI-lər dəstəkləmir bunu, LLM-lər daha doğrusu dəstəklənmir. Məsələn, ilk istifadəçi rolu yazılıb. İstifadəçi rolu deyir, məsələn, mənə bir zarafat et. Yəni bu artıq istifadəçinin, userin yazdığı bir mesajdır. Bayaq bizim yazdığımız mesajda o istifadəçi user mesajı idi. Bir də sistem mesajı olur. Sistem mesajı modelin necə davranmalı olduğunu müəyyən edir. Yəni biz əvvəlcədən, yəni o məsələn kod refactoring üçün bir süni intellekt toolu hazırlayırıq. Orada bir dənə sistem mesajı olaraq yazırıq ki, sən senior bir backend developersən, kodları senior developer kimi review elə, orada bəzi qaydaları qoyacaq ki, biz şirkətdə hansı, nə bilim, standartlara əməl edirik falan filan. Qəşəng bir dənə prompt yazıb orada, sistem promptu kimi qoya bilirik, yəni app'in özündə. Artıq o developer, user öz mesajını yaza bilər ki, öz mesaj kodunu göndərib deyə bilər ki, mənə bunu refactor elə. Və artıq o birləşəcək bizim sistem promptu ilə və arxada bizim sistem promptunu istifadə edərək həmin kodu refaktor eləyəcək. Yəni sistem promptu modelin necə davranmalı olduğunu təyin edir.
Bir də assistant var. Assistant əslində yəni şeydir, bizə assistantlıq edir, yəni bir mentorluq kimi yol göstərir. Və əslində bu yəni bizə verilən cavabdır şey tərəfindən. Məsələn, o bizə nə cavab verirsə, bu assistant mesajı gəlir, yəni bizə gələn cavabdır. Bir də funksiya alətlər var. Funksiya isə yəni biz müəyyən təlimatlar verə bilərik funksiyadan ki, yəni həmin təlimatları bizə yəni doğru şəkildə yerinə yetirsin. Yəni biz funksiyanı verə bilərik ki, yəni bu formada elə hansısa bir başqa kes ağlıma gəlmir belə, amma ki, yəni funksiyalar verə bilərik ki, onları şey eləsin, onlar üzərindən işləsin. Qaydalar verə bilərik də o formada. Mesaj rolları belə. Baxın, bu artıq süni intellektin öz, yəni daha doğrusu OpenAI-ın bizə göstərdiyi libdir, yəni Spring Boot-da olan. Görürsünüz, burada mesaj tipləri var. User, assistant, system, bir də tool. Bu artıq biz bunu özümüz təyin edə bilərik. Bunu indi bir dənə qayıdaq mesaj tiplərinə. Bu biz kod üzərindən buna baxsaq, baxın, chat client var, baxın prompt var. Biz bu prompta girsək, baxın burada bu özü nədir? Chat client'dır. Burada prompt var, advisor. Gəlin prompta daxil olaq. Baxın, prompta daxil olandan sonra bu klasın içərisində list of mesaj var, mesaj klası var. Gəlin mesaja gələk, interfacedir bu da doğrusu. Baxın, biz bura bassaq, görürsünüz user mesaj, tool response mesaj, system mesaj, assistant mesaj. Yəni bu 4 dənə, bu da abstract mesajdır, 4-ünə də uyğun bəzi şeyləri burada yazıblar ona görə. Yəni hər 4-ünə uyğun ayrı-ayrı klaslar var burada, yəni. İndi biz bu klasları istifadə edəcəyik. User mesajı hansıdır, system mesajı hansıdır falan. Bunu əslində download edib, məndə konflikt yaranır deyə desəm download eləmədi. Oradan dokumentasiyanı da oxuya bilərsiniz. Mesaj tipləri də burada qeyd olunub artıq. User, assistant, system, tool mesaj tipləri var enam olaraq. Bunu da bu formada yəni basıb burada görə bilərik. Baxın, mesaj tipləri, mesaj yetili var, bir nəsə yetil rolunu oynayır. Burada da user mesajı, assistant mesajı, sistem mesajı, tool mesajı burada hamısı qeyd olunub. İndi qayıdaq biz bu bizə harda lazım olacaq ona baxaq. Gəlin indi nə etməyə çalışaq? Sistem mesajını özümüz verməyə çalışaq. Məsələn, maraqlı bir şey deyək gəlin. Elə bil ki, biz şirkət üçün bir internal bir nəsə yazmaq istəyirik. Və orada məsələn, adətən HR-lara sual verəndə mənim nə qədər iş günüm qalıb, mənim falan iş günüm 5 gün işdən çıxacağım, nə qədər pul gələcək mənə. Yəni bu formada da fərqli HR-lara suallar falan verilir. Bunun üçün məsələn əslində bütün datanı biz promptda əlavə edib, əgər promptda əlavə eləsək və orada artıq verdiyimiz bütün sualları el-eləm özü cavab verəcək. Yəni bir də HR-a ehtiyac qalmır və yaxud da özümüz götürüb bütün dokumentasiyanı, bütün o şeyi oxumağa ehtiyac qalmayacaq. O formada gəlin indi bir şey yazmağa çalışaq. Hal-hazırda bu sadə bir metod idi. Gəlin indi bunun istəyirəm biraz daha zəngin edeyim. Baxın, prompt yazmışıq, user mesajı gəlir də burada. Bunu bu formada da yazmaq olur. Bunu silib bu prompt ümumi mesaj edir. Baxın, user yazıram mən bura. User.
və mesaj yazıram. Bu artıq avtomatik baxın string test user. Bunun indi implementasiyasına baxsaq, nəsə çox gedəcək, belə yəqin ki axtarmayım, mən vaxt uzatmayım. Bu gedir, yəni artıq user mesajına çevrilir və artıq user mesajı kimi başa düşür. İndi biz dedik 4 dənə tipi var, sistem mesajı da var. Məsələn, sistem mesajı, yəni sistem promptu deyim də mən. Sistem yazanda artıq bunun içərisində yazdığımız prompt, you are helpful assistant yazıb burada. Bu sistem promptudur. İndi məndə burada maraqlı bir prompt olmalı idi. Bir dənə tapa bilsəm. Bu HR ilə bağlı. Gəlin bu promptu copy-paste eləyək. Yəni ChatGPT-dən özünü generate edə bilərsən nə qədər promptları. Bunu mən copy elədim və gələk integerə. Gəlirəm bura. Tak 3 dənə. Okay, belə bir şey yazıram. Sən HR asistantısan, daxili. Sənin responsibilitylərin bunlardır, yəni şirkətin polisləri bunlardır. Sən yəni biraz yaxşı cavab verməlisən. Yəni özünüz oxuyub buraları başa düşə bilərsiniz. Kodda push eləyərəm GitLab-a. Yəni bu formada bir prompt yazırıq və deyirik ki, sən yalnız və yalnız HR-lara aid suallara cavab verirsən. Əgər sənə başqa suallar verilsə, yəni cavab vermə. Və yəni burada şey yazıb da allowed question və not allowed question ki, ancaq HR polislərə aid suallara cavab ver deyə. Okay. Bunu mən əlavə elədim və təzədən run eləyirəm. İndi gəlin bir dənə baxaq, bayaqki bizim tell me a joke about Spring Boot. Bunu deyirəm və göndərirəm. Baxaq nə deyir. Baxın, artıq mən bunu yazanda, bayaq mənə istənilən nə yazsam cavab verirdi. Amma indi baxanda, I can only assistant with questions related to HR policies. Ancaq HR-a aid suallara cavab verə bilərəm deyir. Please sualı daha clarify elə, yəni bu şeylər haqqında ver. Super, əla. İndi gəlin bir dənə maraqlı sual düşünək. Əslində burada məndə promptda var idi. Baxım tapa bilsəm. Yox, tapa bilmədim. Əslində slayda əlavə eləmişdim. Adətən belə suallar düşünmək vaxt olmur. Məsələn, buna belə eləsəm, copy-paste eləyə bilərəm. What's our working hours? Baxaq, yəni iş vaxtımız, iş saatlarımız hansılardır? Our standard working hours is 9:00 18:00 5-ci gün, 1-ci gün to 5-ci gündür. Bu qədər qısa, sadə. Artıq o dokumenti oxumağa ehtiyacınız yoxdur. İndi bu çox sadə, hər kəsin bildiyi bir sualdır. Məsələn, nə qədər şey götürə bilər, məzuniyyət götürə bilər deyə sual veririk. Yəni 18 gün nə bilim qalıb falan. You can carry over up to 8 unused days to the next year. Belə bir cavab verdi. Yəni bu formada artıq cavablar verir. Və ancaq HR-a aid cavablar verir. Yəni burada gördüyümüz kimi artıq koda baxaq. Gördünüz, yəni sistem promptunu əlavə elədik, bir də user promptunu əlavə elədik. Bu artıq normal işləyir. Adətən yəni bunların fərqini bilmək lazımdır. Belə adətən necə olur? Kimsə gəlib bunu özü yazır, string builderlə build edir. Bunu da o user mesajı da buna birləşdirir. Elə də yazır. Elə də düzdür yazmaq olar, amma ki not recommended. Çalışın ki yəni Spring-in bizə libin verdiyi qaydalara uyğun yazaq ki, daha dolğun, daha düzgün həm kodumuz clean, səliqəli olsun, həm də ki, yəni həmin AI-yi düzgün istifadə edək. Bu qədər. İndi gəlin, məsələn, biz bunu bu metodda bir neçə dənə metod yaza bilərik. Məsələn, yenə də məsələn HR üçün
başqa bir şey yazırıq. Məsələn, bizim deyək ki, bəzi mən chat 2 yazım buna. Bəzi şeylərimiz var, hansı ki datalarımız var. Database-dən götürüb bura qoymaq lazım olacaq. Məsələn, 5 günün məzuniyyətə çıxmış, 30 gündən 25 günümüz qalıb. Onu database-dən gətirib bura qoymaq lazımdır. Ona görə ikinci bir metodumuz var. Burada artıq görürsünüz, bu duplicate gedir. Bu qədər prompt 2 dəfə. Bunu burada yazmağın əvəzinə avtomatik gəlirik. Buradan götürüb bir dəqiqə, Ctrl X. Sistem promptunu buradan çıxıram, buradan da çıxıram. Yəni təkrar yazmıram bunu. Baxın, biz bayaq config-də 1000 yaratmışdıq, chat client. Biz artıq burada default sistem yazıb bura əlavə edə bilərik. Bu da yenə də eyni formada. Bizim burada 2 dənə metodumuz, neçə dənə metodumuz olsun, gedib o defaulta baxacaq. Və biz yenə də eyni. Gəlin postman integerin yanına qoyaq. Bu formada göndərəndə yenə də görürsünüz, eyni formada cavab verir. Bu da yəni təkrarın qarşısını alır. Ona görə adətən belə yazmaq lazımdır. Amma indi gəlin, biz onu default olaraq qoyduq. Burada bir dənə case də var ki, o defaultu artıq, yəni burada əgər yenə də biz .system yazsaq, bunu silirəm mən, hələ ki ehtiyac yoxdur. Belə bir şey yazsam, bu nə edəcək? Burada təzədən nə yazsam, ancaq bunu götürəcək. Gəlin, bunun üçün də mənim bir dənə promptum var idi ki, you are internal IT help desk assistant. Copy paste edirəm bura. Nəysə, olsun belə. Biraz məsafələr oldu. Vaxt gedir düzəltməyə, amma yenə də düzəldim. Bunun qısa yolda var. Nəysə. Okay. Ctrl X eləsək düzəlir. Bu formada deyir, internal IT help desk assistantlısan, ancaq IT-yə aid bir şeylər cavab ver bu formada. İndi burada deyir, şirkətin öz qaydalarına uyğun promptu genişləndirmək olar ki, məsələn, hansı sayta girib, məsələn, adətən 3 aydan bir password dəyişməli oluruq da. Yəni, şirkət üçün elə bil ki, internal bir şey yazmışıq, orada şirkətə aid, işçinin şirkətə aid bütün suallarına cavab verir də, təsəvvür edin. Əslində bu Affinity Deck-dən rahat edə bilərsiniz. Hətta şirkətlərinizə tövsiyə edə bilərsiniz, əlavə eləsinlər. Məsələn, bütün qaydaları ora daxil edirsiniz. Məsələn, kiminsə passwordu expire olub, dəyişmək istəyir. Tez yazır ki, ki, mənim passwordum expire olub, necə dəyişim, hardan dəyişim, öz avtomatik cavab verəcək. Məsələn, burada onu əgər əlavə eləsək. Okay, bu belə sistem promptun mən təzədən bura yazdım. Təsəvvür edin, burada da sistem promptumuz var. Bu HR ilə bağlı idi. İndi bu internal help desk ilə bağlıdır. Gəlin, run eləyək bunu. Bu artıq, bu prompt buna baxacaq. HR-a baxmayacaq. Məsələn, indi mən bunu send eləyirəm. Bu user mesajı edəcək. Və bu deyir ki, mən ancaq IT-yə aid suallara cavab verə bilərəm. Zəhmət olması mənə IT-yə aid cavablar ver. Artıq bu promptu görür də, o birisi defaultu silir. O formada başa düşün. Və indi mən gəlin burada bir dənə sual verək. Postman hara getdi burada, məndə olmalı idi. Məsələn, my account locked, please help me. Bu deyir, okay, I can definitely help you. Yəni burada artıq nə etmək lazımdır? Özü deyir ki, güya bunları təmin elə falan elə düzələcək. Yəni bu elə belə yazılmış bir promptdur. Amma ki bunu yəni real həyatda yaxşı yazıb istifadə etmək olar. Sözün açıq bilmirəm, bunu Azərbaycan dilində yazsam mənə necə cavab qaytaracaq? Gərək bunu da biz Azərbaycan dilində yazaq.
çünki bu LLM bilmirəm neçənci ilin LLM idi. Mən onu şeydən Dockerdən yükləmişəm də. Onu soruşmaq olar. Yəni nə qədər neçənci ilin datası varsa. Məsələn, çünki son illərdə Azərbaycan daha təkmilləşib, ona görə deyirəm. Please write the answer in Azərbaycan. Baxaq bir dənə normal danışa bilir. Mən də sizə kömək etmək istəyirəm. Ananızın ki hesabınız qapanıb. Nəysə, yenə də şey eləməyə, sayıqlamaya başladı burada. Amma yəni yavaş-yavaş təkmilləşir Azərbaycan dilində, amma heç olmasa yaxşı, pis deyil yəni, yaxşıdır. Okay. Yəni sistem mesajı da belə. İndi bizim gəlin sistem mesajından keçək. Bir hissə də var. Prompt template adlı. Məsələn, bu olduğu kimi qalsın. Burada ikinci bir metod yazıram mən. Copy paste edirəm. Chat 2 deyirəm. Burada gəlin belə bir şey eləyək. Bir dənə prompt template'miz var. Onu da buradan bir dənə copy paste edeyim. Məsələn, yazıram string prompt tak bu formada. Baxın, a customer name, user name and send the following message. Mesajı da burada yazmışıq. Bu formada bir prompt yazmışam mən burada və nə edirəm? Və burada deyirəm ki, sən bir professional customer service asistansısan. Email yazmaq lazımdır normal bir formada. Gəlin bunu dəyişək, bu formada eləyək. Belə bir şey elədik. Prompt template deyə bir şey var. Bunu adətən user mesajında əlavə edirik. Burada artıq məsələn biz bu avtomatik mesajı yazacağıq, amma ki həmin yazdığı mesajda öz adımız olmalıdır. Burada görürsünüz user name artıq bizim adımız olmalıdır. Mesajda da yazılan mesaj olmalıdır. Şey tərəfdən, OpenAI tərəfdən, LLM tərəfdən daha doğrusu. Bunun üçün baxın, burada üstündə user yazanda baxın bir neçə burada şey var, metod var, user, resource var, resource text, char set var. Bir də consumer prompt user spec var. Biz bunu istifadə edəcəyik, consumeri. Burada indi consumer-dirsə prompt spec, prompt yazıb, prompt spec yazaq daha doğrusu. Yazaq prompt spec. Baxın, burada textdə promptu yazırıq, yuxarıdakı promptu. Okay. Daha sonra parametrlər var burada. Hansı ki, baxın, burada 2 dənə parametr var. Biri bu, biri bu. Parametr 1-də deyirəm, məsələn param deyirəm, burada username da birinci parametr, düzdür. Qoyuram bura və key value olaraq, gəlin bura string username də əlavə eləyək. Username, okay. İkinci parametrə əlavə edirəm mesaj, da mesajı qoyuruq belə. Və call eləyirik bunu bu formada. Artıq burada indi gəlin bu promptu run eləyək normal şəkildə. Da get mapping ask. Gəlin bura. Yaxşı, 2 yazaq geçsin hələ ki. Chat 2 deyək buna. Buna da chat 2 deyək. Burada string username də göndərməliyik. Bu formada. Rerun eləyək və baxaq. Nə edə bilərik? Okay, belə elədik. Tak. Burada
Burada məndə nümunə olmalı idi. My account locked, please help me. Bunu duplicate edək, eyni şeyi. User name Əli olsun. Yəni də eyni şey yazaq. İndi bunu biz sorry. Ask bu yəni eyni şey verəcək. Burada /2 yazmalıyıq. Çünki biz versiyanın ikinci versiyanı yazacağıq ki. Baxın, subjecti gətirir. Elə bil ki, email yazır da. Bunun məsələn subjektini götürüb emailin başına qoymaq olar. Dear Ali, görürsüz Əlini yazdı bura. Çünki mən username Əli yazmışam. Yəni bu formada, çox qəşəng formada bir email yazdı, rəsmi formada. Görürsüz nətər strukturu falan uyğundur. O ingilis dilini öyrənəndə strukturu öyrədilər. Yəni ən axır birinci dear ilə başlamaq, ən axırda belə sözlər yazmaq, orada şirkətin adı falan. Bu formada görürsüz website adresidir falan deyil. Bunun da indi promptu normal formada yazanda bunlar da öz telefon nömrəsini, hər şeyini yazır. Götürüb databasedən qoya bilir. Bu formada normal, gözəl bir cavab yazdı bizə. Bunun davamında bizdə görürsüz bu koda baxırıq, biraz clean görsənmir. Yazılar var burada, yəni konstantlar da bunlar hamısı. Bu konstantları əslində biz move edə bilərik. Adətən, məsələn, belə şeyləri environment variable-da falan saxlayırıq. Və yaxud da, yəni sizin intellekt üçün burada maraqlı bir şey düzəldə bilər. Bu, məsələn, belə bir şey eləyək. Biz burada prompt, məsələn, bir dənə director yaradaq. Promptlar üçün. Burada məsələn, bu email promptdir da, düzdür. Gəlin, email promptunu düzəldək. Yazıram burada, baxın, bir dənə fayl yaradıram. Yazıram email prompt.st yazıram. Bu artıq başlanğıcı st ilə bitir. Araşdırmaq lazımdır, nə deməkdir, string deməkdir, nə deməkdir. Və gəlirəm mən bu şeyi, promptu götürürəm, copy paste edirəm artıq. Bunu da silirəm buradan, bura. Və bunu da normal gətirək, belə eləyək. Okey, burada bu yazıldı, stringdir. Bu formada yazdıq biz bunu. Və indi gəlirik, bunu biz necə eləyək ki, bura daşıyaq. Bunun üçün artıq burada resursu inject eləməliyik. Private. Bu ümumiyyətlə, yəni Spring Boot'un verdiyi bir üstünlükdür. Resource, məsələn, resource var. Spring Boot'un resursu. Burada da yazaq email prompt. Siyah bu formada. İndi burada tanıtmaq lazımdır ki, bu string prompt'u bura necə tanıtmalıyıq. Burada value annotation'ı var, təklif elədi. Spring Boot'un Lombok'un yox, Spring Boot'un adətən qarışdırır. Lombok yazsaz işləməyəcək. Baxın, class path 2 nöqtə yazırsınız. Promo buranı tanıyır. Sonra da template, yox, prompt'dır bizdə. Email, bir dəqiqə. Təklif eləmir özü. Email prompt. Text yox, super yazıram bura. Okay, görürsünüz, avtomatik gedir bura. Okay, super, əla tanıyır. Və email promptu indi mən nə edəcəm? Gələcəm. Bura qoyacam. Bu formada.
Növbəti bu stem idi, məsələn, stem prompt idi. Şey üçün customer service stem prompt. Məsələn, customer stem prompt yazıram bura. File customer prompt də belə. Və gəlirəm, bunu da copy paste edirəm, qoyuram eyni yerə. Bura. Okey, indi gələk, bunu da tam da eyni formada, bunun eynisini copy paste edəcəm mən. Buna yazaq. Servis yox. Customer system prompt. Belə. Və bunu da silirəm buradan, customer system prompt yazıram. Yəni bu formada görürsünüz, daha səliqəli görsənir, daha yaxşı praktikadır. Gəlin bunu təzədən run eləyək. Həqiqətən də işləyir, ona baxaq. Okey, göndərdim. Yenə də deyər Ali falan, hər şey var, full name, birthday. Yəni normalda gördü. Yəni əlini yazırsa burada, deməli user name götürüb bura qoyub və normal email yazdı bizə düzgün formada. Okey. Burası da belə. Burada da qeyri-adi bir şeylər yoxdur əslində. Sadə metodlardır. Sadə demək əslində çətin. Rahatdır. Çətin deyil yəni. Okey. İndi ümumi olaraq danışdıq promptlardan falan. Bir də maraqlı bir şey var burada. Advisorlar var. Normalda biz interceptor Spring Boot'da istifadə eləmişik. Yəni interceptor bilirik də. Məsələn, nəyisə loqlamaq istəsə, bir də interceptor yazırıq, hər şeyi orada loqlayırıq. Bu artıq Spring AI-də advisor kimi gedir. İndi biz advisorun növləri var ümumiyyətlə. Məsələn, burada mən gəlib, həmçinin bunu da daşımaq olar bu promptda. Vaxt gedəcək, artıq əsas odur mən başa sala bildim. Qalanın yəni, necə istəsəz eləyə bilərsiniz. Baxın, burada default advisors var. Baxın, default advisors. Gəlin, daxil olaq bura. Advisora baxaq, nə var burada. Baxın, bu advisoru implement edən klasslar var. Chat model advisor deyə, chat model stream advisor, prompt chat memory advisor, yəni memory-ni qoyur, safeguard advisor, simple log advisor, tool call advisor. Bu formada advisorlar var. Məsələn, simple log advisor nə edir? Bunu mən bunun resursunu download eləyə bilmirəm təəssüf ki. Bu loqlayır. Bizim requestimizi, responsumuzu loqlayır. Bunu gəlin necə istifadə edəcək, onu göstərim mən sizə. Bir də özümüz bir custom advisor yazacağıq. Digər advisorlarla da yenə də dokumentasiyadan baxıb tanış ola bilərsiniz. Baxın, default advisor yazdım. Mən istəyirəm ki, gələn və gedən responsa logda görünmən. Bunun üçün loqlaya bilərik əslində, yəni Spring-in öz log annotation ilə, amma ki, burada advisorda adı yadından çıxdı həmin advisorun. Gəlin baxaq. Simple log advisor. Okay. Yazıram. New simple log advisor. Bunu mən yazandan sonra gəlirəm burada da o logging level. Oops. Hardadır bizdə org Spring Framework AI chat client
nöqtə advisor nöqtə əslində elə bunun hamısını debug eləyək, geçsin. Yəni spesifik bir paketi götürdüm, onun içində olan bütün klassları debug moduna qoydum ki, mən loqlarını görüm. Baxın, loqları sildim. Məsələn, mən indi belə bir prompt göndərirəm. Yəni bunun requestini göndərirəm. İndi gələk baxaq, bizdə loqda nələr görsənir. Baxın, bu getdi və cavab qaytardı. Baxın, indi mən loqa baxanda gəlin nələr varsa ona baxaq. Bunlara fikir verin. Request, görürsünüz, requestimiz loqlanır. Prompt, bizim yazdığımız prompt, you are a professional customer service assistant falan. Bunu yəni buradan götürdü. Baxın, mesaj type sistem mesajıdır deyir. User mesajı artıq. A customer name Ali send the following message. Mesajı da bura əlavə elədi. My account is locked. Help me please. Yəni bu bizim yazdığımız burada şeylər idi. Əlinə mesajımız. Bu template də yəni buradaydı əslində, email prompt template. Ora qoydu. Və deyir ki, belə polite bir cavab yaz, helpful cavab yaz. Əgər email email body don't include subject signature falan filan. Neysə, bu formada şey deyir. Sonra da burada bizim modelimizin parametrlərini, model nədir? Temperature, indi biz gələcəyik bura. Mən bunu birinci baxanda elə bildim ki, temperaturdur. Sonra araşdıranda gördüm ki, temperatur deyil. Nəysə, bunlara da baxacağıq. Yəni bu da bizim modelimiz haqqında bəzi məlumatları qoyub. Və resultı, responsu artıq şey eləyir. Assistant. Görürsünüz, biz bayaq mesajın rollarından danışdıq. Bu assistant şey roludur. Rol assistant yazılıb. Mesaj type assistant. Bu formada şey yazıb bizə. Tekstdə də cavab buradadır. Promptun cavabı. Yəni bu formada məlumatlar var burada. Burada səhv eləmirəm, sən neçə dənə token falan. Baxın, burada bax, prompt token 91 dənədir, completion token 191 dənə, total token, yəni bu ikisinin cəmi 282 dənə tokenimiz var. Burada artıq tokenlərin sayı qeyd olunub. Yəni burada bəzi statistikaları götürmək olur. Okay, yəni bu advisor belə. Gəlin indi biz öz advisorimizi, custom advisorimizi yaradaq və mən bu custom advisorda tokenlərin sayını çap eləyəcəyəm. Bundan əvvəl gəlin ümumiyyətlə tokenin nə olduğuna baxaq. Bir dənə browserdən. Məsələn, yazıram ki, tokenizer. Baxın, burada OpenAI platformasının tokenizeri var. Hello. Bax, hello-nu yazdım. Bu bir dənə sözdür da, bir dənə də boşluqdur. 2 dənə token kimi götürür, 6 dənə karakter. How are you? Burada 4 dənə token, 4 dənə söz kimi başa düşür indi. Apple yazaq. Book yazaq. Mən ancaq sözlərimlə tokenlərim üst-üstə düşür. Özü bir dənə, generate edəsən, baxın. Bu fərqli rənglərdə artıq tokenlərdir. Bax, invisible bir sözdür, amma 2 dənə token kimi başa düşür burada. Yəni, süni intellekt tokenlərlə işləyir. Məsələn, burada 53 dənə token var. Yəni, biz sözlərlə danışırıq. İnsanlar bir-birini sözlərlə başa düşürsə, süni intellektdə tokenlərlə başa düşür, bu mənada başa düşün. Və tokenlərin belə baxanda, əslində belə ID-lərlə işləyir. Bu əslində sözlər hardasa ID-də, bu ID-lərə map olunub, ID-lərlə işləyir bu formada. Gələcəkdə biz bunu keçəcəyik, hətta burada database olaraq vektor database var, onun haqqında da danışacağıq bu videoda yox, növbəti videolarda. Yəni, token ID-lərdə belə görünür. Biraz araşdırıb da baxa bilərsiniz, ChatGPT-dən də soruşa bilərsiniz, daha yaxşı izah eləsin sizə. Amma yəni, çətin, fərqli bir şey deyil. İndi mən istəyirəm ki, həmin o tokenlərin sayını çap edeyim. Normalda düzdür, burada görsənirdi, amma biraz qarışıq görsənirdi bizim bu Simple Log Advisor'da. Gəlin indi bir dənə Advisor paketini yaradaq. Və Advisor paketində yazaq token audit
advisor. Buna implement baxın, normalda bu advisor'a baxanda, baxın call advisor buna artıq şey olub, implement olunub. Yəni burada bu stream var, stream'i indi keçəcək. Stream yəni data parça-parça hissədə gəldi. Da biz məsələn baxın cavabı göndərəndə gözləyirik də promoy. Streamdə bu ChatGPT necədir? Bir-bir gəlir. Onu indi eləyəcək, o da rahatdır əslində, çətin bir şey deyil. Amma görürsüz bu belə bu formada gec, yəni bir yerdə gəldi cavab, amma gec gəldi. 5 saniyəyə gəldi, amma gec gəldi. Bu stream deyil ücə. Yəni bu call advisor'dır. Amma stream üçün yazmaq istəsək, stream advisor'ı implement eləmək lazımdır. Okay, indi gəlin biz advisor'da bir dənə implement eləyək. Call advisor'ı implement. Və bu bizə bir metod verir. Bir yox, bir neçə dənə daha doğrusu. Baxın bu name'də yazıram token audit advisor. Order 1 yazıram. Yəni sonra gələk burada əsas metodumuz budur. Gəlin bir dənə o simple log advisor'a baxaq. Orada da advisor call metodu var. Görürsüz bu yəni implement olub da burada call advisor'da. Gəlirəm buradan da eyni metodu götürürəm. Məsələn chat client response. Chat client response götürürəm və həmin response'dan da chat response götürəcəm. Və chat response-da baxacağım. Əgər chat response null deyilsə, yəni chat response null olmadığına baxaq. Not null. Null deyilsə nə etsin? Chat response get metadata. Metadatanı gətiririk. Metadatanın içərisində də get usage deyə bir şey var. Bu artıq nələri göstərir? Gəlin baxaq bunun içərisində nə var. Baxın, prompt tokenimiz var. Yəni bizim promptumuzun tokeni nə qədərdir? O var. Bir də qayıdan token var və onların cəmi var. Ümumi total token. Və biz onları götürüb logo yazacaq. Qurtardı getdi. Deyirəm ki, əgər usage null deyilsə, gəlin bura bir dənə SLF4J'nin logunu qoyaq. Log info yazıram token usage formada usage və burada da deyirəm return chat client response. Всё, bu qədər. Və gəlirəm mən bu token auditi bizim bu config-də əlavə edirəm. Baxın bu yenə də default advisor system kimi new bu formada əlavə eləmək olar. Gəlin bunu hələ ki kommentə alaq. Çünki istəmirəm bu bizim mesajımız. Çünki o çox log yazır, qarışıq olur ona görə. Burada default advisor, okay. Təzədən run edirəm. Və gəlin sorğunu göndərək. 5 saniyə gözləyək. 3 saniyə oldu, okay. Baxın token usage gördünüz, bu bizim token audit advisor'ımızdır, öz yazdığımız advisor'ımız. 91 dənə tokeni biz chatdan göndərdik, 210 dənə token bizə chatın responsundan gəldi. Bunu toplayanda da 301 token eləyir, ümumi token sayı. Yəni bu formada biz bunu hesabladıq. Bir də məsələn bir neçə advisor'ı bir yerdə yazmaq lazım olur. Onu məsələn belə də yaza bilərik. Yəni bunun metodları var da, baxın default advisor list olaraq list of-la da yaza bilərik. Bir də elə belə, yəni bu formada yaza bilərik. Baxın belə bir neçə dənəsini. Eyni formada belə yazıb run edə bilərik. Burada hər ikisi həm request response-un logo çap olunacaq, həm də ki bu tokenin logo çap olunacaq. Okay, belə. Baxın, request, response, token hardadır? Token advisor, yəni hər ikisi işləyir burada.
Okey, belə ümumi advisorlar haqqında belə. Bunu kommentə alacağım hələ ki, çünki logo qarşı olur biraz. Bu ümumi advisorlar haqqında. Gəlin indi biraz bayaq stream dedim mən sizə. Streamə baxaq, stream formatında, yəni ChatGPT formatında biz necə qaytara bilərik bunu. Yəni, bu stream formatında bir-bir. Bunun üçün artıq chat controller, gəlin burada üçüncü bir dənə controller yazaq. Buna stream deyim. Hətta gəlin mən bunu əslində təzə controller kimi yaradım. Chat servisi də chat stream servis kimi yaradım. Burada əslində bunlara ehtiyac yoxdur. Chat stream. Gələk burada chat stream servis, chat servis qalsın o. Burada da chat stream deyək, burada da string. Username'i də göndərək. Burada da username'i göndərək. Okey, bu indi biz stream formatında qaytarmalıyıq cavabı. Burada da yəni çox sadə, burada kalın əvəzinə yazırıq. Kal yazırıq daha doğrusu burada, sorry. Burada bir dənə gözləyim. User stream. Bayaq kalın əvəzinə stream yazdıq. Chat client response. Və burada da bunu chat client response-u qaytarmayaq. Bir dəqiqə baxaq. Bir dənə başqa maraqlı nə metod var? Flux. Yəni contenti qaytaraq elə. Rahat olsun. Burada deməli bu nə qaytarır bizə? Flux of string. Yəni o string ilə işləyəndə və flux ilə işləyir bu. Yəni flux ilə işləyir daha doğrusu. Flux of string. Gələk kontrollərimizdə də bunu eynisini yazaq. Okey. Gəlin indi bunu run edəyək. Baxaq string formatında necə işləyir. Bu biraz fərqli, maraqlı mövzudur. Bu adətən burada indi mən göndərsəm bir dənə də kopyasını yaradaq. Yazaq. String. Ask chat string. İkini də silək buradan. Göndərək, baxaq nədir? Cavab qaytarır bizə. Baxın, bu əslində görə bilmirik biz bunu. Və hamısı yenə də eyni vaxtda qayıtdı. Bunu görmək üçün iki dənə yolumuz var. Biri browserdən görə bilərik belə qayıdıb. Səhv xatırlamıramsa. Baxın. Elə bir ki, ChatGPT-nin özüdür. Yəni ardıcıl belə yazır. Düzdür, bunu indi HTML-də falan keçirəndə alt-alta düşür falan, amma bu formada yazır. Bir də burada biz get mapping content producers, okay. Yazıram text event string. Bunun əslində konstantı var. Media type text event string value. Okay. İndi biz bunu yazdıq. Gəlin baxaq. Postman indi görəcək bunu. Bu formada görürsünüz. Düz yaxşı form alt-alta gəlir belə hamısı, amma ki normal işləyir, yəni belə. Yəni string formatında gəldi cavab.
Okay, super. Yəni streamə də keçirdik artıq bunu. İndi mən istəyirəm ki, buna ChatGPT kimi bir şey də eləyək, maraqlı. Gəlin bunu bir dənə ChatGPT-nin özünə ataq, göndərək və deyək ki, please write HTML page for that like ChatGPT. Burada başqa nə yazaq ki, bu başa düşsün. And I will add the HTML in resource storage in Spring Boot. Qoy bu bir dənə yazsın, hazırlasın. Biz də burada resource-da bir dənə static folderini yaradaq. Chat HTML də yaradaq. Okay, belə bir şey verdi bizə. Bunu copy paste eləyək indi. Baxaq necə bir şey generate elədi. Təzədən run eləyirəm mən bunu. Tak, gəlin indi localhost 8080-ə daxil olaq. Tak. Bu dənətə daxil olur da, yadımdan çıxdı. I see the tag in Chrome. Chat HTML-də yazmaq lazım imiş ki, ya ki. Belə də açılmalı idi sadəcə, elə xatırlayıram. Okay, baxın belə bir şey generate elədi. How can I pay my account? İndi güya ki, nəsə yazmağa çalışdı bu formada. Bu biraz düzdür, yaxşı görsənmir, amma ki, pis deyil, yəni yaxşıdır. Məsələn, yəni test yazaq. Bu arada sözlərin arasında boşluqlar da qoymur. Çox da şey eləmək istəmirəm burada, durmaq istəmirəm. Bu artıq front-endlərin işidir. Necə uyğundursa elə də yazsınlar. Text, content, event data. Sanki burada mən bir dənə Java üzərindən gedəcəm. Belə bir şey eləsəm düzələcək. Bu dəfə normal qaytardı, super. Okay. Yəni boşluqlarla qaytardı. Burada qeyri-adi, nəysə bunu bold eləyə bilərsiniz, daha fərqli formada, daha yaxşı formada eləyə bilərsiniz. Orası sizə buraxıram. Yəni əsas odur ki, yəni belə də öz ChatGPT-nizi rahatlıqla yaza bilərsiniz. İndi gəlin iki mövzuda qaldı bizdə. Onların üstündən də keçək.
sonra da bitirək. Bunlardan birincisi şeydir. Biz burada optionslarda müəyyən optionlar verə bilərik. Onlardan biri şeydir. Stop sequence deyə bir şey var. Məsələn, bizdə elə filtrlər ola bilər ki, həmin karakterlər gələndə, bu əslində listdir da, məsələn, nə bilim, nida işarəsi gələndə, bu işarə çıxsa birdən, avtomatik bizim promptumuz dayanır. Məsələn, burada belə bir şey, məsələn, nə bilim, kod işarəsi, bala mötərəzə, və tərs n varsa, bala mötərəzə bir dənə də altdan bir dənə boşluq varsa, yəni kod qurtarıb deməkdir burada. Burada avtomatik bizim kodumuz dayanacaq. Nəysə də, indi bu xüsusi, bilmirəm, bəlkə də məsələn, stop yazılıbsa, avtomatik dayanacaq. Yəni, və yaxud da nəsə qeyri-adi şeylər yazılıbsa, belə qaydalar vermək olur stop sequence-dən bu formada. Bunu indi mən yazmıram. Bir də şey var, max token var. Məsələn, biz limit vermək istəyirik ki, 10 tokendən çox nəsə generate olunmasın. Gəlin, indi bunu run edəyək. Ops, run edəyək. Baxın, indi 10 dənə yazdım mən orada. Postman'da göndər elə. Baxın, 1, 2, 3, 6, 7, 8, 9, 10. Elə 10 dənə söz oldu, 10 dənə tokenin özü də. Yəni, bu formada gördünüz, 10 dənədən artıq getmədi o şey. Avtomatik mesajımız dayandı, yəni bitmədi. İndi bu 10 yazmaq yaxşı deyil, indi bir 150 falan. Yəni, limitləmək istəsək biz, yəni, bu formada max tokeni limitləyə bilirik. Daha sonra bizdə temperature deyə bir şey var. Məsələn, bu default olaraq 0.7-dir. Bu nədir əslində? Bu yaradıcılıq qabiliyyətidir. Yəni, yaradıcılıq qabiliyyəti necə olsun? Biraz özündən mi danışsın, yoxsa buna nə oldu? Nəysə, bunu yükləyə bilmir. Özündən mi biraz danışsın, nəsə əlavə eləsin, yoxsa məsələn, konkret mənbədə nə varsa, onu yazsın. Məsələn, bu 1 demək, o demək ki, strict olsun. 0 demək, o demək ki, hər şeyi fərqli şey eləsin. 0.7 default olaraq biraz yəni reala uyğun olsun, amma ki, özü də yaradıcılıq qata bilsin deyə. Daha sonra burada present penalty deyə bir şey də olmalı idi. Penalty. Bu da əslində, bu da yaradıcılıq, yeni ideyaları gətirməkdir. Məsələn, yeni ideyaları gətirmək istəyiriksə, buna 1 eləyirik, əks halda 0 eləyirik ki, məsələn, heç bir şey əlavə eləməsin. Və yaxud da təkrar, məsələn, frequency penalty var ki, nəyisə təkrarını istəyiriksə, buna 1 deyirik, yəni, nə bilim, təkrar şey eləsin, amma konkret sırf bir dəfə yazsın, olsun, elə bir şey də eləmək istəyiriksə, penalty 0 deyirik. Yəni, bu formada bunların müxtəlif şeyləri var da burada, yəni hamısı yazılıb. Dokumentasiyanı əslində yükləyə bilmirəm burada. Source desəm. Okay. Yes. Download. Bu heç araşdırmamışam bu vaxta qədər və həmişə məndə problem çıxıb ki, adətən bəzən yükləyə bilirəm, bəzən yükləyə bilmirəm. Yəqin konflikt düşür ona görə, çünki mən fərqli versiyalarla işləyirəm. Yəqin ki, ona görədir, amma bu integer onu niyə fix eləməyib və yaxud da mən nəyisə səhv eləyirəm, onu bilmirəm. Bu 2 dənə deyə burada desən. Open eləsəm bunu, yes. Nəysə, qalsın. Yəni, bu formada bunları daha yaxşı apışdıra bilərsiniz, ChatGPT-yə də yaza bilərsiniz. Belə şeylər qoymaq olur. Rullar. Next, gələk. Biz, məsələn, biz istəyirik ki,
hansısa bir JSON formatında bizə cavablar qaytarsın. Məsələn, belə bir şey deyim. Ancaq məsələn ölkələrin siyahını istəyirik. Bir də həmin ölkələrin, şəhərlərin siyahını istəyirik. Buna bir məsələn modeldə gəlin bir rekord yaradaq ki, məsələn cities və burada da string country deyirəm və list of string cities deyirəm. Belə bir rekord yaratdım. Və chat servisdə bunu artıq mən streamlə yox, adi bu formada istifadə edəcəm. Burada deyirəm ki, call eləyirəm bunu. Call elədikdən sonra burada entity var. Entity'nin içində artıq mən city-də bizdə cities. Okay, bu klası əlavə eləyirəm. Və response-da da gəlin cities yazaq. Buna da 3 deyək. Bunu heç yerdə çağırmırıq hələ ki. Okay, bunu harada çağırırlar, oraya gedək. Və burada bir üçüncü versiyanı yaradıb chat 3 deyək və burada da cities deyək. Bax, indi bu bizə ölkələrin siyahını JSON formatında qaytaracaq. Duplicate deyək. Burada mənim buna aid bir promptum olmalıydı. Yox, tapa bilmirəm. Okay. Please provide me list of with country deyirəm və bura gəlirəm. Burada da sözün açığı bizim əslində buna ehtiyacımız yoxdur, sistemə ehtiyacımız yoxdur, sadəcə mənim yazdığım şeyə uyğun bir user deyək. Heç username-ə də ehtiyacımız yoxdur. Gələk buradan da bunu silək, buradan da silək geçsin. Username-i də belə ignore eləyək. Baxın, indi göndərirəm 500 verdi. Çünki stream yox, chat necə idi? Ask 3 /3. Okay, göndərək, baxaq nə cavab veribsə. Bunu çevirə bilmədi. Bu adətən belə problemlər yaşanır. Sites yazmışam burada. Bunun promptunu düzgün yazmaq lazımdır. Yox, hələ ki düz gətirəm. Please provide me a list of cities. Cities deyil, əslində list of cities. This country əslində düzəltdi. Cities details in Azərbaycan deyək. Azərbaycanın citylərini qaytarsın. Yox, bu yenə də cavab vermədi. Unexpected character deyir. Entity class dedik də biz burada. Bu maraqlıdır, indi işləmir. Mən el-elim Olamla yoxlamışdım bunu. Orada qaytarırdı yəni cavabı. Burada qaytarmır amma.
Bu nəsə bu işarə hardan gəlir? Slash işarəsi. Gəlin bir dənə belə maraqlı bir şey deyək. Chat controller yox, config-dən bir dənə bunun advisor'ını yandıraq. Hansı ki token advisor'ı buradan silək, logları qoşaq, baxaq bizə nə generate edir. Okay, baxın indi bizim bu requestimizdə ayda bu defaultda biz bunu yazmışıq deyə mənim də yadımdan çıxıb. Bu avtomatik bunu görür və bizim yazdığımız mesaj da öz effektliyini itirir. O da hər dəfə onu generate edirdi. Okay, yenə də eyni formada problem baş verdi. İndi gəlin baxaq. Nə deyir? Chat request prompt user message details in Azərbaycan. Baxın, remove the JSON markdown from the output. Bu özünün avtomatik əlavə elədiyi bir şeydir, mesaj. JSON skemanı burada verib. Object properties cities bizim klassımızı yəni belə çevirib özü prompt hazırlayıb. Type array, items type string, country type string, required cities, country, addition property false. Yəni əslində promptu yazıb, normal formada yazıb, sadəcə teksti belə eləyib nədənsə. Call entity, prompt user call entity. Hoşuma gəlmədi bu, belə eləməsi. Əslində cityləri qaytarmalıydı. Amma niyə belə elədi? Maalesef. Gəlin dizi silək, biraz şey olsun. Orada indi bunu ChatGPT-yə göndərəcəm, baxaq nə deyir. Aha, deyir belə bir prompt yaz. Gəlin, tamam. Biz də bunu copy edeyik. Biraz ağıllı olsun. System, tak. You are a JSON API. Turn on the value JSON. Don't use markdown, explanation, don't. Belə qaydalar verdi. Baxaq işimizə yarayır. Nap. Bu niyə belə axı bunu verir? Lazım deyildi. Yəni biz sözlə deyirik ki, vermə də. Başa düşmür bizə. Okay, gəlin bunu da əlavə edəyik, baxaq nə olur. Olmasa heç nə. O bunu olmağına elə Spring Boot'un libinin özü də eləyir. Yəni bu promptları yazır da. Sadəcə bu yenə də görmür o promptları da. Bizi də görmür, öz bildiyini eləyir. Bir dənə gözləyin. Ayda burada mən bunları qoymuşam.
Çox güman ki, bunlara görədir. Çünki o parametrlər dəyişir avtomatik. Gördünüz. Yəni bir dənə parametr dəyişmişdik orada, nə qədər problem yaşandı. Orada avtomatik biz ya yazmışdıq ki, çox strict olsun, ya da yazmışdıq ki, təkrarlanma olmasın, nə bilim. Bir də max token 10, bu arada tokeni 10 yazmışıq. Çox güman ki, ona görədir. Çünki ilk 10 dənəsini götürürdü, baxın, burası qədər götürürdü. Onda parse edə bilmirdi. Çünki əsl JSON kimi gəlmir axı ona görə. Super. Nəysə biz də səhərdən çalışırıq. İndi gələk buradan bunları da silək. Bunlar məncə lazım deyil. Hansı da silmişik, okey. Adi mesaj. Bu formada. Super. Həmçinin bir dənə də şey də göstərim, sonra bitirək. Məsələn biz burada tək bu yox, sit. Məsələn biz adi başqa formada da qaytara bilərik burada. Məsələn burada chat 3 yox, 4 yazın. Məsələn map of string and şey deyirəm, obyekt deyirəm. Burada da entity-nin əvəzinə new map output converter. Bu avtomatik özü map-ə çevirir. Yəni promptda elə yazır ki, map-də convert olunub gəlsin. Və burada gəlin biz 4-cü API-mizi də yazaq, sonra da bitirək. Chat 4. Buna da 4. Chat 4. Və bu map of string object belə bir şey. Burada bir dənə prompt yazmışdım. Qoy elon provide me. Gəlin elə buna 4 deyim mən. Belə bir şey deyək. Country və onun əhalisi, nə bilim, state, paytaxtı nədirsə, onun haqqında nə məlumatlar varsa hamısını versin deyə bir prompt yazdım. Məsələn, baxın, country dedi, United States population. Bunu elədim. Amma burada nə yazdım? Düzgün yazmadım deyilsin. List of object yazaq. Çünki mən bunu propertilərini list olaraq istəyirəm da, tək şey yox. Bu burada problem baş verdi. Bunun əslində bir dənə yolu var idi. Parameterize type reference desən. New parameterize type reference. Okay. Bir dənə baxaq necə işləyir. Okay, yenə də belə verdi, amma mən istəyirdim ki, country, əslində adını da verib, country, name population, key value kimi verib. Okay, da belə də olar. Amma çox maraqlıdır ki, mənə bunu list of object kimi necə şey elədik. Yəqin başa düşməyib şey özü burada. Bu qədər. Ümid edirəm ki, faydalı olub. İnşallah növbəti dəfə biz biraz da deep dive olacağıq. Şəkillərlə, audio səslərlə necə davranmaq lazımdır, onlara da baxacağıq. Hər birinizə uğurlar. Sağ olun.